Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'deh emma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Bildiğimiz kimi ve gördüğümüz kimi son günlerde Azerbaycan'daki Vahabilerin ilim tələbələri deyə bilinən şəxslər özlərini iman nöqtəsinə təqlid edən şəxslərin gözlərini bağlayır və onları aldadırlar. Və bu aldatdığı məsələlərdən birisi də istiva məsələsidir. Və bu istiva məsələsi haqqında son günlərdə bir video çəkiblər. Və bu videoda da eyni zamanda əşhərlərə rəddiyə verməyə çalışıblar, iftira atıblar və ya yanlış çatdırmalar var bu videoda. İnşallah bu videonu qısa bir şəkildə dəyərləndirməyə çalışacağıq və eyni zamanda onu dinləyənləri necə aldatdığını da ortaya qoymağa çalışacağıq. Bismillah deyirik və başlayırıq. Onu dinləyənlərdən birisi dərsində ona bir sual soruşur və deyir ki, istiva haqqında əhl-i hədisin görüşü nədir? İstiva haqqında əhl-i hədisin görüşü nədir? Cavablandırmağa başlayır. Deyir ki, əhl-i hədis istiva haqqında ərəb dili lüğətinin gərəkdirdiyi bir mənanı veriblər. Bu qaydanı götürək, qırağa qoyaq, bizə lazım olacaq. Ərəb dilinin lüğətinin gərəkdirdiyi məna nədir? İrtəfəə və alə. Ucaldı, yüksəldi mənası. Və deyir ki, bunu bir çox tabiun təfsirçilərindən və digər təfsirçilərindən nəql edərək bu məna sələfi salihinin verdiyi mənadır və əhl-i sünnətin görüşü də budur deyir. Biz bunu inkar edirikmi? Xeyr, biz bunu inkar etmirik. Allah Azze və Cəllə haqqında təfsirçilərin verdiyi İrtəfəə və alə kimi mənaları əşərilər inkar etmir, rədd etmir. Amma bu adam videosunda deyir ki, əşərilər sələfi salihinin verdiyi bu mənaları qəbul etməyiblər deyir. Görəcək inşallah qəbul ediblərmi, etməyiblərmi? Və bunlar lüğətin tanımadığı, lüğətin bilmədiyi bir mənanı veriblər. Hansı mənadır? İstəvlə mənasıdır. Buradan deyirik ki, təfsirçilərin istiva haqqında irtəfəə və alə olaraq verdiyi mənaları, sözləri əşərilərin və maturidilərin kitablarında açıqca görə bilərsiniz. Bu adam deyir ki, əşərilər bunu inkar edir. Halbuki əşərilər bunları kitablarında nəql edirlər və qəbul edirlər. İrtəfəə və alə nə deməkdir? Ucalmaq, yüksəlmək deməkdir. Ancaq əşərilər bunu, yəni ucalmaq və yüksəlməyi bugünkü vahabilərin anladığı kimi hissi olaraq, məkansal olaraq, cihət olaraq yüksəlmək, ucalmaq mənasında deyil, başqa mənada, yəni məkan olmadan bir məna ilə anlayırlar. Əgər məkansal olaraq, hissi olaraq almalı olsaq, bu cismə aid olan bir şey olmalıdır və eyni zamanda bu nəyi gərəkdirir? Təcsimi, mücəssiməliyi gərəkdirir, deyir əşərilər. Amma irtəfəə və alə kimi mənaları qəbul edirlər. Niyə? Çünki Allah Azze və Cəllə ərşi yaratmadan öncə də rəfi'idir, alidir, uca idi, yüksək idir və buna görə də əşərilər Allah Azze və Cəllənin uluviyyətini, ucalığını heç bir zaman inkar etmirlər. Bunu iddia edən sələfi, bunu iddia edən vahabi əşərilərə iftira atmış deməkdir. Kitablarında bunu açıqca görə bilərsiniz. Burada mən bunu sizə deyirəm. Davam edir. Nə deyir? Bunlar, yəni əşərilər istivaya ərəb dili lüğətinin tanımadığı bir mənanı veriblər. Nədir o? İstəvlə mənası. Başta nə demişdir? Sələf salihin istivaya ərəb dil lüğətinin tanıdığı bir məna vermişdir. Demək ki, ərəb dil lüğətinin tanıdığı bir mənanı biz vermiş olsaq, o zaman bizə qarşı olan etirazlar bu qədər böyüməmiş olmalıdır. Deyirik ki, bu adam iddia edir ki, əşərilər ərəb dilinin tanımadığı, yəni istəvlə mənasını istivaya vermişdir. Həqiqətən bu belədirmi? İmam Təbəri rəhmətullahi aleyh təfsirində istiva haqqında deyir ki, ərəb kəlamında istivanın bir neçə mənası vardır. Və minhə əl-istilə və onlardan birisi də istiladır. İstilə istəvlənin məsləridir. Yəni hakimiyyəti altına almaq deməkdir. Bu məsələni biz daha öncəki videolarda da qeyd etmişdik. Ancaq ya bizim videomuzu özü dinləyib yanlış anlayıb, ya da onu dinləyənlər bizim videomuzu dinləyib və ona yanlış çatdırıb. Deyir ki, biz iddia edirik ki, yəni bizi qəsd edərək deyirlər ki, onlar iddia edir ki, İmam Təbəri istivaya istəvlə mənasını verib. Halbuki biz demirik İmam Təbəri istivaya istəvlə deyib. Biz deyirik ki, İmam Təbəri təfsirində istivanın istəvlə mənasını olduğunu da qeyd edir. Və bu əsas məqsədimizi buraxıb, məqsəddən yayındıraraq başqa bir şəkildə bizə rəddiyə verməyə çalışırlar. Bu vahabilərin hər zaman etdiyi şeyləridir. Yəni bir məsələdən danışırsınız, bu məsələdə qalır. Burada başqa məsələyə keçirlər. Bu da başqa bir problemdir.
Devam edirik. Yani İmam Təbəri rahmetullahi aleyh təfsirində istavanın istila mənası olduğunu qəbul edir. Bundan sonra Əbul Qasim Əz-Zəccaci rahmetullahi aleyh kimdir o? Hafiz Zəhəbi deyir ki, Şeyxul Arabiyyəti, Ərəb dili lüğətinin şeyxidir. Yəni ərəb dilinin ən öndə gələnlərindəndir, lüğətçidir. Biz bu kimi mənalar üçün kimə baxırıq? Lüğətçilərə baxırıq. Əbul Qasim Əz-Zəccaciyə görə də İstavanın istavlə mənası vardır. Hakimiyyəti altına almaq mənası vardır. Və bu xüsusda da bir şeir gətirir və deyir ki, فَلَمَّا عَلَوْنَا وَاسْتَوَيْنَا عَلَيْهِمْ تَرَقْنَاهُمْ deyə devam edir. فَلَمَّا عَلَوْنَا biz onlara üstün gəldiyimizdə وَاسْتَوَيْنَا عَلَيْهِمْ və onlara da hakim olduğumuzda teraknahum onları terk etti diye devam edir şeirinde. Yani bu lügatçiye göre, bu dilçiye göre aynı zamanda istavanın ne manası vardır? İstavla manası vardır. Bundan sonra Ragib el-İsbahani rahmetullahi aleyh deyir ki, ne zaman Ərəb dilinde istava kelimesi ala ile istifade edilərsə, yani istava fiilinin müteallıqı ala olarsa, o zaman istavaya istila manası verirlər, istavla manası verirlər. Bundan başka yine de birçok alimlere göre istavanın istila manası vardır. Bunu inkar eden Vahabi bu kimi lügatlere, lügat alimlere bakmadan bunu inkar edirlər. Bunu niye edirlər? Qarşıdakilerini aldatmaq üçün ve Vahabilik sistemini de desteklemek için edirlər. Bu kadar iftiralarda qalmır ve iftiralarına devam edir. Ve esas bizim anlatmak istediğimiz husus bu husustur. Buradan devam edir ve deyir ki, öncelikle Əş'arilər istavaya lüğətin tanımadığı bir məna veriblər. Buradan ispat etdik ki, həqiqətən Ərəb dili lüğətində istavanın istavlə mənası vardır. Bu bir. İkincisi deyir ki, istavlənin başqa bir mənası, yəni istavlənin elə bir mənası vardır ki, bu mənaya görə bunu Allah Azza və Cəllə haqqında istifadə edə bilməzsən. Nədir o istavlənin mənası? İstavlənin qahır mənası vardır. Hakimiyyəti altına almaq mənası, məğlub etmək mənası, əldə etmək mənası. Belə bir məna varmı? Var. Yəni istavlə demək hakimiyyəti altına almaq deməkdir. Qahır etmək deməkdir. Deyir ki, əgər istavaya biz istavlə hakimiyyəti altına almaq mənasını vermiş olsaq, bu nəyi gərəkdirər? Daha öncə bir aciziyyətin, bir məğlubiyyətin olmasını gərəkdirər. Yəni demək ki, Allah Azze ve Celle arşı hakimiyeti altına aldı demiş olsak, daha önce bu başkasının hakimiyeti altındadır ki Allah Azze ve Celle yerleri ve göyleri yarattıktan sonra bunu öz hakimiyeti altına aldı. Demek ki daha önce başkasının hakimiyeti altındaydı. Ona göre bu mana burada müstakim değildir, doğru değildir. Ve mesele gün kimi açıktır deyir. Orada da deyir ki, Fərhad, yaxşı qulaq as deyir. Buradan Fərhad qardaşa səslənirik ki, həqiqətən yaxşı qulaq asın, görsün ki, bu adamın, bu Vahabinin iddia etdiyi şey əslində nədir? İstavaya istavlə mənasını verdiğimiz zaman, hakimiyyəti altına aldı deyə mənasını verdiğimiz zaman, həqiqətən də daha öncə bir aciziyyətin, bir məğlubiyyətin olmasını mı gərəkdirir? Xeyr, biz bunu iddia etmirik. Deyir ki, bu Vahabi bizə cavab versinlər deyir. Yəni bizə rəddiyə verir və bizə cavab versinlər deyir. Biz də deyirik ki, sən bizə cavab verməmisən, sən bizə rəddiyə verməmisən. Sən İbn Teymiyyəyə və İbn Qayyimə rəddiyə vermirsən, onlardan tələb et cavabını. Rəddiyəni İbn Teymiyyəyə və İbn Qayyimə vermirsən, cavabını onlardan tələb et. Get kitablarına bax. Niyə? İbn Teymiyyə rahmetullahi aleyh Məcmu'l Fətavada deyir ki, "Ma'a annahu yuqal istawla ala'l arşi vel eşya'i." Bütün Müslümanların ittifakı ile Allah Azze ve Celle hakkında belə deyirlər. Allah arşa ve bütün məxluqata, bütün her şeye istila etmiştir. Yani hem arşı hem de bütün məxluqatı, bütün əşyanı hakimiyyəti altına almıştır. Bu İbn Teymiyye'nin Mecmu'l Fetava'daki sözüdür. Başka bir yerinde yine de Mecmu'l Fetava'da belə deyir İbn Teymiyye. Ma'a annahu mustavlin ve muqtadirun ala kullil eşyai minas semai vel ardi ve ma beynehuma. Ve aynı zamanda Allah Azze ve Celle semalarda, yerde ve arasında ne varsa her şeye muktedirdir, her şeye gücü yetendir ve her şeye de müstevlidir. Yani her şeye de hakimiyeti altına almıştır deyir İbn Teymiyye. Burada ne görürük? Görürük ki İbn Teymiyye rahmetullahi aleyh de aynı zamanda İstavla kelimesini hem arş hususunda hem de diğer məxluqatlar hususunda Allah Azze ve Celle hakkında istifade etmeye caiz görmüştür. Ve bu bütün Müslümanların ittifakıyla belədir deyir. Yəqin ki İbn Teymiyye'nin dediği ittifakda, Müslümanların ittifakında bugünkü Vahabiler yoktur.
Yəni bizə rəddiyə verən şəxs əslində kimə rəddiyə vermişdir? İbn Teymiyyə rəddiyə vermişdir. Əgər bu əqidə ilə bağlı bir xətadırsa, demək ki İbn Teymiyyə burada əqidə yönündən xəta etmişdir. Tələbəsi olan İbn Qayyim Əl-Cəvziyyə deyir ki, Bədai'ul Fəvaiddə bəl istivauhu ala arşihi və istilauhu ala cəmi'i xalqihi. Allah Azza və Cəllənin istivası sadəcə ərşə, istilası isə, yəni hakimiyyəti altına alması isə bütün yaratmış olduğu şeylərə aiddir. Yəni bütün məxluqata aiddir. Bütün yaratmış olduğu şeylər arasında nə də gedir? Eyni zamanda ərşi də gedir. Yəni həqiqətən bu Vahabilərin iddia etdiyi kimi İstəvlə demək, yəni hakimiyyəti altına almaq demək, daha öncə bir aciziyyətin, daha öncə bir məğlubiyyətin olmasını gərəkdirirsə, demək ki İbn Teymiyyə və İbn Qayyim də bu məsələdə xəta ediblər. Onlar əqidə yönündən xəta ediblər deməkdir. Və bizə rəddiyə vermədən öncə onlara rəddiyə verməniz daha uyğundur deyirik və cavabınızı da onlardan tələb edin. Və bunu da eyni zamanda sizi dinləyən Vahabilərə də açıqlayın. Və bizdən cavab tələb etdiyi üçün əslində cavab vermək niyyətimiz yox idi. Və daha öncə də bizə rəddiyə verərkən İmam Quşeyri Rəhmətullah Aleyhdən bir nəql gətirdiyi üçün burada qısaca İmam Quşeyri Rəhmətullah Aleyhdən münasib bir nəqli gətirməyi eyni zamanda münasib gördük. Deyir ki İmam Quşeyri Rəhmətullah Aleyh, İstəvlə mənası verdiyimiz üçün bu daha öncə bir aciziyyəti, məğlubiyyəti gərəkdirir deyənlər eyni zamanda bu ayə haqqında da eyni şeyi deməlidirlər. Bu şəxs bizə rəddiyə verərkən nə demişdir? İstəvlənin qahır altına alması, qahir etməsi, yəni hakimiyyəti altına alması mənası olduğu üçün bu mənanı verə bilmərik demişdi. Yəni İmam Quşeyri də deyir ki, əgər siz bunu deyirsinizsə, o zaman Allah Azza və Cəllənin bu ayəti haqqında da eyni şeyi deməlisiniz. Nədir ayət? Huvel qahiru fevqa ibadih. O qulları üzərində bir qəhir sahibidir, bir hakimiyyət sahibidir. Yəni onları qəhir altına, hakimiyyəti altına almışdır deyir Allah Subhanahu wa Taala. Bunu birbaşa Qurani Kərimdə gətirir. Yəni istəvlə qəhir altına almaq mənası Allah Azza və Cəllə haqqında istifadə edilməsi doğru deyilsə, demək ki bu ayə də doğru olmaması gərəkir deyir İmam Quşeyri Rəhmətullahi Aleyh. Bu da onlara eyni zamanda Qurani Kərimdən bir cavabdır. Həqiqətən həmən Vahabinin də dediyi kimi məsələ gün kimi açıqdır. Elhamdülillahi Rabbil Alemin. Estağfirullah və etubu ileyh.